əsasən tamamlıq olur deyirik də, həmişə tamamlıq olur demirik. Hökm şəklində bunu deyə bilmirik. Bunun bəzən olmadığı versiyalar var da. İki halda olmur. Bu birinci halda o vaxt olmur, tərkibin içində olanda. Tərkibləri bilirsiniz də. Tərkibin içində olanda. Yəni sizə fiil nisbətə. Yəni məsdər tərkibi, fe'li tərkibi, fe'li bağlama tərkibi. Bunların hər hansı birinin içərisində ismin təsirli halında olan söz ola bilər. İsmin əslində bütün hallarında olan söz ola bilər. Hətta qeyri-müəlliş bir yerlik halda söz var. Ha. O mənsubiyyət şəkilçili sözlə birlikdə də tərkibin içində ola bilər. Yəni tərkibin içində ismin hallarının hər birinə aid söz ola bilər. Adlı halda ola bilər. Məsələn, deyir ki, Murad məktəbə çatanda dərs başlanmışdır. Murad adlı halda olan isimdir. Fe'li bağlama tərkibinin içindədir. Yəni hər biri ola bilər. Təsirli halda söz də ola bilər. Bax, məsələn, tutaq ki, deyir ki, kitabı məndən alan dostum onu çantaya qoydu. Nə idi qoydu? Kim qoydu dostum? Nəyi? Onu. Nəyə qoydu? Çantaya. Hansı dostum? Kitabı məndən alan. Kitabı məndən alan. Kitabı sözün təsirli haldadır. Alan tərkibinin içindədir. Alan sözü burada fe'li nisbət tərkibi yaradır. Alan sözündən əvvəl, indi biz söz birləşmələrini keçəndə deyəcəyik ki, söz birləşməsi əgər mürəkkəbdirsə, sadə deyilsə, sadə söz birləşməsi iki leksik vahiddən ibarətdir. Əsasən iki söz olur da, belə deyək ki. İndi sadə söz birləşməsinin içində köməkçi nüksəsi də ola bilər, filan ola bilər, ayrı məsələlərdir. Onları inşallah ki, vaxtında çatanda danışarıq. Amma elə belə ipucu üçün deyirəm, bir də yaddaşımızı təzəliyək orada. Bax, tərkibin içində, söz birləşməsinin içində 3, 4, 5, 6 istənilən sayda söz olarsa, sonuncu söz əsas tərəf olur. Sonuncu leksik vahid əsas tərəf olur. Onun qabağındakılar hamısı olur, ona nəzərən asılı tərəf. Burada bax, görsən, 3 dənə söz var. 3 dənə söz var. Və bunun əsas tərəfi bu alan sözüdür. Alan sözü burada əsas tərəfidir. Bu iki sözdür. İkisi də buna nəzərən asılı tərəfidir. Bu da fe'li nisbət tərkibinin asılı tərəfidir. Kitabı alan, məndən alan. Sintaktik əlaqələrini göstərəndə belə göstərəcək. Kitabı alan, məndən alan. Bu kitabı sözü də alan sözünə tabidir, məndən sözü də alan sözünə tabidir. Kitabı dostum onu çantaya qoydu deyə bilmirik. Görsən, qəribə bir şey alınır. Kitabı məndən dostum onu çantaya qoydu, yenə də axmaq bir şey alınır. Yəni ki, biz rahat cümlə qura bilmirik. Cümlə nədir? Bitmiş fikri ifadə edən sözə və ya söz birləşməsindən cümlə deyirik. Fikir ifadə eləmirsə, biz ona cümlə deyə bilmirik. Yəni, sözü keçəndə nə demişdik? Demişdik ki, müəyyən məna ifadə edən hərflər yığımına söz deyilir. Hər hərf yığımını söz adlandıra bilmədiyimiz kimi, hər sözləri də birləşdirib cümlə qura bilmirik. Cümlənin də qurulmasından ötürü bir dənə vacib şərt var ki, mütləq fikir bildirir, ifadə eləməlidir. Burada da həmçinin kitabı sözü alan sözünə tabidir. Tərkibin içində olanda demək cümlədə tamamlıq olmur. İkinci bir halda da zaman məzmunlu sözlər olanda, məsələn, gecəni, səhəri, ondan sonra yayı, qışı, payızı və s. tətili, belə bu tipdə sözlər ki var, təsirli halda olur, amma onlar zaman zərfliyi olur. Çünki biz onu silib yerinə zaman zərfliyi ola biləcək başqa söz qoya bilirik. Bax, məsələn, deyirik ki, bu yayı kənddə keçirdik. Bu yayı kənddə keçirdik. Əslində ki, buradakı bu yay sözü var, ha, yay sözü. Qeyri-müəlliş bildirən təsirli haldadır. Görsən, təsirli halın şəkilçisini görürük də biz burada. Biz burada bu sözü tamamlıq deyə bilmirik. Niyə? Çünki zaman məzmunu var, zaman var. Yəni, biz bu yayda kənddə olduq, kənddə yaşadıq mənasındadır. Ona görə də bu sözə də təsirli haldadır, tamamlıq demirik. Zaman zərfliyi dedik. Yaxşı. Amma sizə yeri gəlmişə deyim ki, bu istisna haldır da, bu qayda deyil. Qaydaya görə təsirli haldır, söz cümlədə tamamlıq olur. Başa bax, bir var qayda, bir də var istisna. Qayda odur ki, təsirli haldır söz cümlədə tamamlıq olur, istisnası da odur ki, bəzən olmur. Bəzən olmadığı da budur bilir. Yaxşı, amma bu istisna deyil də, təsirli haldır söz tərkibin içində ola bilər. Yəni, ismin bütün hallarına məxsus olan sözlər məsdər tərkibinin, fe'li nisbət tərkibinin, fe'li bağlama tərkibinin içində ola bilər. Hətta ismi birləşmələr var. Birinci tərəfi müəyyənlik bildirən yerlik halda olur. İkinci tərəfi
mənsubiyyət şəkilçisi olaraq. Onların da ikisinin ortasında ismin bütün hallarına məxsus sözlər işlənə bilər. Bütün hallarına məxsus. Məsələn, deyirəm ki, mənim dərs vəsaitim Şahnazda qaldı. Məsələn, tutaq ki, orada mənim dərs vəsaitim mənim yerlik aldığım sözdür, şəxs əvəzliyidir. Dərs sözü orada qeyri-müəyyənlik bildirən yerlik aldı. Ən belə deyək də, biraz işlənməsi biraz az rast gəlinən və yaxud belə deyək ki, hər yerdə rast gələ bilmədiyimiz və yaxud tək işlənə bilməyən hal qeyri-müəyyənlik bildirən yerlik aldı. Ən belə daha çox kaprizm deyək də, kaprizi olan, ən çox belə naz-qəmzəli olan odur. Bilirsiniz niyə görə? Mütləq yanında bir mənsubiyyət şəkilçili sözlə birlikdə işlənməlidir. Onlar ikisi birlikdə olmalıdır. Tək işlədə bilməzsən onu. Yoxdur qeyri-müəyyənlik bildirən yerlik aldı, tək işləndiyi məqam. Başa düşdünüz? Keçən dəfə də onsuz halları deyəndə izah edədikdə dedi ki, müəyyənlik bildirən yerlik aldı söz cümlədə tək başına xəbər ola bilir. Məsələn, deyirəm ki, bu kitab Şahinindir. Əslində deyirik, bu kitab Şahinin kitabıdır. Belə yazılır, kitab sözünü təkrar yazmırıq. Kitab sözünü, ikinci kitab sözünü götürülür, yazılır, kitab Şahinindir. Yaxşı, tək işlənir, amma qeyri-müəyyən yerlik aldı söz tək işlənir. Amma hər biri üçüncü növ təyin söz birləşməsi deyirdikdə ismi birləşmə. İndi ismi birləşmənin 4 formada olduğunu öyrənəcəyik uşaqlar. İsmi birləşmələri keçəndə. Oraya getməyək də 4 formada olduğunu öyrənəcəyik. O formalardan biri də odur ki, birinci tərəf olur müəyyənlik bildirən yerlik aldı, ikinci tərəfə də olur mənsubiyyət şəkilçili. Onların ortasında istədiyimiz qədər söz yığa bilirik. Yaxşı? Bəli, ona əvvəl adlandırırdıq 3-cü növ təyin söz birləşməsi. İndi 3-cü növ təyin söz birləşməsi